Hə, gəlin vaxt itirmədən başlayaq. Bugünkü mövzumuz Türkiyədə iş əxlaqıdır və biz buna, bilirsiniz, elə-belə yox, bir universitet dərsliyi əsasında baxacağıq. Amma heç düşünməyin ki, bu nəsə quru bir nəzəriyyə olacaq. Əksinə, görəcəksiniz ki, bu hər birimizin, yəni sizin, mənim, hamımızın iş həyatına toxunan çox real bir məsələdir. Gəlin, məsələyə çox sadə, demək olar ki, hər kəsin başına gələ biləcək bir sualla başlayaq. Təsəvvür eləyin ki, işdəsiniz. Uşağınızın da məktəb üçün bir proyekt hazırlaması lazımdır və təcili bir qələmə ehtiyacı var. Siz də ofisdəki qələmlərdən birini götürüb evə aparırsınız. Yəni, adi bir qələmdə böyük bir şey deyil, elə deyilmi? Yoxsa bu əslində ciddi bir problemdir? Düzü çoxumuza elə gələ bilər ki, bu heç danışmağa dəyməz. Amma bax, bizim əsaslandığımız mənbə bu məsələyə tamamilə fərqli yanaşır. Deyir ki, bu hərəkət qələmin qiymətindən asılı olmayaraq, əslində əmanətə xəyanət prinsipini pozur və daha da dərinə gedir. Bu sadəcə bir qələm məsələsi deyil. Daha böyük oğurluqlara, daha böyük yanlışlara yol aça biləcək bir xarakter zəifliyinin ilk siqnalı kimi qiymətləndirilir. Və beləliklə ilk bölümümüzə gəldik. Oğurlanmış ofis qələmi. Bəli, bu kiçik hekayə ilə başlayırıq, çünki bu, əslində buzdağının sadəcə görünən tərəfidir. İndi gəlin bu tək qələm hekayəsindən biraz aralanaq və daha böyük mənzərəyə baxmağa çalışaq. Çünki məsələ ondadır ki, bax, bu cür kiçik, ilk baxışda əhəmiyyətsiz görünən hərəkətlər əslində cəmiyyətdəki daha dərin, daha sistemli problemlərin sadəcə bir əlaməti, bir simptomudur. Və bu bizi növbəti bölümə gətirir. Bir millətin mənəvi kompası. Bəli, kompas. Çünki bu kiçik xırda pozuntular yığılıb bir ölkənin ümumi mənəvi istiqaməti haqqında bizə çox şey deyir və aydın məsələdir ki, söhbət artıq sadəcə ofisdən götürülən bir qələmdən getmir. Baxın, bu stat birbaşa bizim mənbənin, yəni o universitet dərsliyinin ön sözündəndir və vəziyyətin nə qədər ciddi olduğunu çox açıq şəkildə göstərir. Yəni bu, hardasa baş verən tək-tük hadisələr deyil, daha geniş yayılmış bir problemdən danışır. Yaxşı, bəs bu reytingi aşağı olmaq nə deməkdir? Praktikada özünü necə göstərir? Məsələn, nepotizm. Yəni, ləyaqətə yox, sırf tanışlığa, qohumluğa görə kiminsə işə götürülməsi və ya vəzifədə irəli çəkilməsi. Bu, yəqin ki, çoxumuza tanışdır. Sonra rüşvət və korrupsiya məsələsi var. Dəhşətli odur ki, bəzi yerlərdə bu, artıq az qalan normal bir şey kimi qəbul edilir. Ya da başqa bir tərəfdən baxaq. İşçilərin hüquqları. Misal üçün, işçini əlavə saatlar işlədirlər, amma əmək haqqını ödəmirlər. Bu da çox geniş yayılmış bir problemdir. Bəs müştərilər, aldadıcı reklamlar, məhsulu elə təqdim edirlər ki, güya möcüzədir, amma əslində heç yaxından uzaqdan əlaqəsi yoxdur. Və bütün bunların üstünə bir də gəlir işə məsuliyyətə laqeyd yanaşma. Yəni, işini sadəcə yola vermək, başdan eləmək. Bax, bütün bunları bir yerə yığanda ümumi mənzərə, problemin miqyası daha aydın görünür, deyilmi? Yaxşı, problemi ortaya qoyduq. Amma gəlin indi biraz dərinə gedək və bu məsələni anlamaq üçün bizə lazım olan bəzi əsas anlayışlara baxaq. Belə desək, bir növ alətlərimizi götürək və 3-cü bölümümüz məhz bununla bağlıdır. Əxlaqın 3 sütunu. Hə, burada 2 vacib anlayış var. Əxlaq və etika. Bunları fərqləndirmək çox önəmlidir. Baxın, sadə dildə desək, əxlaq bir cəmiyyətin nəyin doğru, nəyin yanlış olduğunu müəyyən edən yazılı və ya yazılmamış qaydalarıdır. Məsələn, oğurluq etmək pisdir, bu əxlaq normasıdır. Etika isə daha çox fəlsəfi tərəfidir işin. O soruşur, niyə oğurluq etmək pisdir? Yəni, qaydaların arxasındakı məntiqini, səbəbini axtarır. Biri nə sualına, o biri isə niyə sualına cavab verir. Bəs iş əxlaqı nədir? O da çox sadədir. Bayaq danışdığımız o ümumi əxlaq qaydalarının prinsiplərini götürülüb birbaşa iş dünyasına, ticarətə, əmək münasibətlərinə tətbiq edilməsidir. Yəni bir şirkətin, bir rəhbərin, bir işçinin qərar verərkən, hərəkət edərkən söykəndiyi mənəvi prinsiplər toplusu. Mənbəmiz iş əxlaqını daha yaxşı başa düşmək üçün onu 3 hissəyə ayırmağı təklif edir. Gəlin bir-bir baxaq. Birincisi, çalışma əxlaqı. Bu, ümumiyyətlə bir cəmiyyətin və ya bir fərdin işə necə yanaşmasıdır, yəni işə qarşı münasibət. İkincisi, peşə əxlaqı. Bu daha spesifikdir, məsələn, həkimlərin Hipokrat andı kimi. Hər peşənin özünə məxsus qaydaları olur. Və üçüncüsü, təşkilati əxlaq. Bu da artıq bir şirkətin öz müştəriləri, işçiləri, ümumiyyətlə bütün cəmiyyətlə münasibətlərini tənzimləyən prinsiplərdir. Bilirsiniz,
İşin ən maraqlı tərəflərindən biri odur ki, mənbə bugünkü problemləri müzakirə edərkən Türkiyə tarixindəki çox önəmli bir ideala istinad edir, onunla müqayisə aparır. Bu, bizə həm məsələnin tarixi köklərini göstərir, həm də bəlkə də bugün unudulmuş bir dəyərlər sistemini yenidən xatırladır. Və bu ideal ahilik təşkilatıdır. Yəqin ki, çoxunuz eşitmisiniz. Amma bu, elə-belə sadəcə sənətkarların birliyi deyildi. Bu, ticarəti, iş həyatını, sənətkarlığı tamamilə mənəvi, əxlaqi prinsiplər üzərində quran kompleks bir sosial və iqtisadi sistem idi. Yəni, ahali təşkilatı sadəcə düzgün iş gör, keyfiyyətli mal istehsal et demirdi. Xeyr, bu sistem işçilərin təhsilini də təmin edirdi. Aralarında yaranan mübahisələri də həll edirdi. Sosial təminat funksiyası da vardı. Hətta lazım gələndə cəmiyyətin müdafiəsində də rol oynayırdı. Bir sözlə, əxlaqın cəmiyyətin hər bir hüceyrəsinə necə hopdurula biləcəyinin, necə işləyə biləcəyinin mükəmməl bir tarixi nümunəsi idi. Və beləliklə gəlib çatdıq son, amma bəlkə də ən vacib bölümə. Niyə yaxşı əxlaq eyni zamanda yaxşı biznes deməkdir? Çünki gəlin səmimi olaq, bütün bu danışdıqlarımız sadəcə bir arzu, bir gəlin yaxşı insan olaq çağırışı deyil. Xeyr, bu məsələnin çox ciddi, çox praqmatik iqtisadi tərəfləri var. Baxın, bütün məsələnin kilit nöqtəsi məhz bu sitatda gizlənib. Mənbə deyir ki, bir ölkəni zəngin edən onun yeraltı sərvətləri, nefti, qazı deyil. Xeyr, bir ölkənin əsl sərvəti onun bacarıqlı, keyfiyyətli insan kapitalıdır. Və bu insan kapitalı keyfiyyətinin də ən fundamental tərkib hissələrindən biri məhz iş əxlaqıdır. Başqa cür desək, sizin çox savadlı mühəndisləriniz, inanılmaz dərəcədə istedadlı proqramçılarınız, bacarıqlı menecerləriniz ola bilər. Amma əgər bu texniki biliklərin yanında güclü bir əxlaqi dayaq yoxdursa, bütün bu bacarıqlar heç vaxt uzun müddətli, davamlı bir rifaha, inkişafa çevrilə bilməz. Niyə? Çünki hər şeyin təməlində etimad dayanır və etimad olmadan nə sağlam biznes olar, nə də inkişaf edən iqtisadiyyat. Və bütün bu danışdıqlarımızın sonunda gəlin özümüzə bir sual verək. Yaxşı, sistem bu qədər mürəkkəbdirsə, problemlər bu qədər bir-birinə bağlıdırsa, real, əsaslı dəyişiklik hardan başlamalıdır? Hər şey fərdənmi asılıdır? Yoxsa şirkətlər, təşkilatlar mı addım atmalıdır? Bəlkə də hər şey qanunlar həll etməlidir. Bax, bu, hər birimizin üzərində düşünməsi lazım olan çox vacib bir sualdır.